Kameranı heç görmürəm. Nə pis günəşləri var ay Allah. Qoy görüm Pərviz burada. Pərvizi qoşum ki Pərviz oxusun. Deyəsən qoşdum deyəsən. Pərviz. Yox, Pərviz yoxdur. Pərviz yoxdur. Şəhram, sən qoşuram, sən oxu buradan ki, hörmətsizlik olmasın insanlara qarşı. Şəhram, sən qoşuram, sən oxu buradan ki. Röya xanım. Axşamınız xeyirli olsun Ürəyim. Axşamın xeyir. Şəhram, sən yazılanları oxu. Mən oxuya bilmirəm, çünki günəş düşür. Baş üstə, baş üstə. Bunu söndürüm. Sən yazılanları oxu. Bir dəqiqə xoduna. Hə, aldım səsini. Hə. Necəsiz Şəhram, necəsən? Dostlar, Şəhram mənim qanatımdır. Sağ olun Ürəyim, siz nə tərsiniz? Sizdən ötürü çox darıxmışıq, onu Şəhram, deyim. sən də moderator deyilsən, mən də Ürəyim. Yox Ürəyim. Onu Pərviz bəgil eləyəcək deyə sən eləmədilər, sonra baş qarışdı. Nazan xanım Kanadadadır. Yazıblar, salam, haradasınız? Nazan xanım, bura haradır? Mən Torontodaydım. Toronto. Neçə saata uçdunuz Kanadaya yazıblar? Oy, onu soruşmayın, öldüm. Bakıdan 5 saat uçdum Frankfurt'a, Almanya'ya. Almanya'da 5 saat gözləyəndən sonra tranzitlə gəldim də. Oradan da bura 12 saat. Çox çətindir. Çox ağır yoldur. Sizi çox sevirəm. Amma Allah qismət edib. Allah da sizi sevsin, var olun. Nəyə gedib siz yazıblar? Nəyə getmişəm? Şəhram açıqla. Nazan xanım, inşallah 31 mayda Kanadada konsert proqramı var, ona görə gedib. Nə uzaqdı yazıblar. Yazılanların oxu, çünki hörmətsizlik olmasın izləyicilərimə. Sadəcə olaraq mən oxuya bilmirəm, ona görə ki, günəş dəhşət düşür. Açqını da ona görə vurmuşam. Tamam, Alim Evə bəy, də Nazan girəndə xanım maraqsız olursunuz. Dostlar, evə girəndə də evdən çəkə bilərəm, amma evdən orada da qaranlıq görünür. Sizdə gecədir orada. Mən burayla oranın fərqini göstərirəm ki, burada hava günəşlidir, amma orada gecədir. Burada səhər, gün ortadır. Nazan xanım, bir dənə səhifə yazıb, adı çox çətindir, oxuya bilmirəm. Geri dön səni oxuyun deyirlər. Bayaqdan yazır. Konsertdə oxuyacağım. İnşallah 31'i gedin, baxın. İnşallah. Burada o qədər gözəl dostlar, o qədər gözəl birlik var. Burada Azərbaycanlılarımız halal olsun. Xanımlar bir parti, 2 dəfə parti veriblər. Röya xanımın ailəsi ilə yaxın olan ailələrlə mənə tanış eləyiblər. Röya xanımın sayəsində, Rəmzi bəyin sayəsində Azərbaycanlılarla tanış oldum. Burada bayaq da dedim, yenə vurğulayıram. Mənə çox xoş oldu ki, bizim Azərbaycan qadınlarımız burada təhsil ocaqlarında dərs deyirlər. Burada təbii ki, tipdə öz sözlərini deyirlər. Halal olsun, vallah. Biznesmen xanımlar var, müəllimələr var, universitetdə dərs deyənlər var, həkim var. Çox professorlarımız var burada. Xanımlar var, bəylər var. Bu çox böyük qürur vericidir. Allah sizi Hikmət bəy yazıb, Allah sizi qorusun, Hikmət usta. Hikmət hansı? Sabirabadlı balası? Sabirabadlı. Hə, mənim fanatım.
Nazan xanım, hamı israrla yazır ki, bura haradır, hardasınız, hardasınız. Bura dostlar Kanada şəhəridir. Torontodur. Ayxan bəy, gedin Aynen. öz sizdən qarışın. Sizi çox... Heyf moderator, deyə də bilmədim, moderator. Moderator. Zəhra gör orada, Zəhran yox. Zəhra da yoxdur burada, deyə də bilmədim o sözü. Heyf ki, elə bilməm, bəzən çox artıq yazırlar. Yazsınlar. Hə, Yanırlar. Sən ki bilirsən onlar kimdir. bilirəm. Köçmüsünüz ora, xeyr, köçmüyük. 31 mayda inşallah konsert proqramında. Almaniyadan İnşallah. Torontoya salam. Aleyküm salam. Ağacın kölgəsində oturun yazıblar. User yazıb. Ağacın kölgəsində oturamıram da, orada hasar var. Ora ya indi yağış yağıb deyə qazonların üstü bütün sudur. Yəni ora girmək olmur. Mətanət Abbasova Qazonlar- yazıb. Nazən xanım salam. Pərviz gəldi deyəsən, yox. Yoxdur hələ. Badmin Pərviz 15 deyil, hə. Nazən xanım sizi çox sevirik yazır. Allah da sizi sevsin. Girim içəriyə dostlar. Girmə içəriyə. İçəridə girsəm maraqlı olmayacaq da. Yəni burada hava burada açıqdır. Məsəl Çox üçün gözəl gün hava, ortadır. çox İndi evə gözəl. gitsəm elə sizlə eyni mən də qaranlıqda oturacam. Nazən xanım burada 22:52 11 olmaq üzrədir. Yaxşı. gecəni. Hə. Burada elə gün yeni işləyir, abeddir. Gün ortadır bura. Mətanət Abbasova yazır. Sizi çox sevirik. Allah da sizi sevsin. Yazılar çox tez-tez gedir. Bizimkilərə münasibət necədir orada yazıblar? Bizimkilərə münasibət, vallahi özündən, Röya xanım, özü necə hörmət qazanır o cürdür da, yəqin ki. Düzdür ürəyim? Əziz Necə izləyicilər, bura Kanadadır, Kanada. Bura Kanadadır. Nazən xanım Kanadadadır. Almaniya, Kanadada inşallah mayın 31-i konsert proqramı olacaq. Ona görə gedib. Sizi çox sevirəm. Lənkərandan sizi salamlayıram. Şəfa Davulçu qızı. Allah da sizi sevsin, var olun. Saat neçədir orada yazırlar. Burada saat 14:53. Əsl xanım, xatın nazamız yazıb. Kim idi yazan? Delia. Çox sağ olun Delə xanım. Tanıdım Nazən sizi. xanım, Tovuza da gəlin yazıblar. Gəlmir, Pərviz yoxa çıxıb. Qoy görüm, bəlkə də gəlib istə yatıb görməmişəm. Yox, Pərviz yoxdur. Amerikadır. Xeyr dostlar, Torontodur. Buradan Amerikaya saat yarımlıq yoldur. Dünən göstərdiyim şəlaləni sizə. Şəlalənin arxa tərəfi Amerikadır. Lənkərana da gəlirlər. İnşallah haçan qayıdırsınız yazıblar. Bu mənə maraqlıdır. Nə vaxt buraxsalar, ürəyim? Heç istəmirlər. Gedib avqustda yeni gəlir. Avqustda yenə qayıdacağam inşallah. İnşallah. Biz də sizin üçün darıxmışıq. Gələcəm. Allah qismət eləyərsə, təbii hər şey qismətdən asılıdır. Əgər qismət olarsa avqustda da gələcəm, Novruz bayramında da gələcəm. Çünki burada çoxlu dostlarım oldu. Röya xanımın sayəsində, Rəmzi bəyin sayəsində, burada yaşayan Azərbaycanlılar, bunların ailə dostları, hamısı ilə məni tanış eləyiblər. Röya xanımın sayəsində gözəl ailələrlə tanış olmuşam. Hamının da xətrini çox istəyirəm. Artıq yoldaşlıq bir komanda şəklində bir gözəl münasibət qurmuşuq. İnşallah ki bu dostluğumuz davam eləyəcək, davamlı olar. Allah mehribansılığınızı daim eləsin. Nazən xanım, yazırlar ki, Röya Ayxandır, o Röya. Yox, o Röya deyil. Hamı yazır. Konsertdən sonra biləcəksiniz hamısını. İnşallah. Konsertə qədər biraz belə Salam. saxlayaq. Ayka yazır salam, Arzum yazır salam. Aleyküm salam. Antika Səfərova yazıb salam Nazən xanım, necəsiz? Var olun, yaxşıyam. Allah sizi var eləsin. Biraz Azərbaycandan kənardayam. Biraz özü də. Elə bir Kürdəmirdəyəm. Biraz özü də. Amma
Sağ olsunlar, məni darıxmağa qoymurlar. Düzünü deyim Röya, dünən kövrəldim mən. Siz hiss eləmədiniz. Heç biriniz hiss eləmədiniz. Rəmzi elə gəri hiss elədi. O bayraqları gördüm, Azərbaycan mahnısını və bir də o şəlalənin bizim bayraq rənglərinə büründüyünü gördüm. Mən bir 3 dəqiqə dondum qaldım. Bu qəribçilikdə başqa hiss olur insanda. Vətəndən uzaqda. Hə. Həm də o siz gördük, mən belə çox həssaslaşdım, həm də çox xoşuma gəldi ki, Azərbaycanlıların bir birliyini gördüm. Hamının da əlində bayraq, mən də bir bayraq bürünmüşdüm bayrağa. Pərviz bəy qoşuldu. Pərviz bəy girdi canlıya. Hə, girdi. Hə, Şəhramdır da, mənim ürəyimdir bu. Çox sağ ol, mənim ürəyim, mənim bir tanəm Şəhramım. Siz də bizim ürəyimizsiniz. Həm ailəmizin, həm mənim. Gəlmədi, Pərviz yoxdur, atmayıb mənim Burada istəyir. canlıdadır, amma bilmirəm, takibatda ya. Pərviz, istəyək da, Pərviz, buradasan. Kalça sərəcək Pərviz gəl. Sən indi xalça sərəcəyik, Pərviz. Gəl. Hardadır Pərviz axı? Bura girdiğini gördüm ama sonra bilmirəm da fiyatda yoksa yok. Pərviz deyil. Pərviz Yok deyil, bizim Pərviz Fəqan idi. Yazdım onlara bayaqdan Sizin adınızı kızıma koymuşuq yazıb. Kim idi? Allah xoşbəxt eləsin. Cənublu Allah oğlan. mənim ömrümə yazan gözəl günləri, xoşbəxt günləri onun ömrünə yazsın. Amin. Uğurlu amin. balamız olsun. Adı ilə böyüsün, atalı analı böyüsün balamız. Gün o gün olsun, toyuna gəlim. Salam yazırlar sizə. Günel xanım, Kənan bəy, Elçin bəy. İstanbul TV-dən salam, aleykümə salam. Pərviz deyir, Nazihan xanım deyir, nə qədər ordasız deyir, Almaniyadan da zənglər gəlir, orada da konsert. İnşallah buradan qayıdım sağ salamat, orada gedərik. İnşallah. Nazihan xanım, inşallah Bakıda da konsert verin. Konsert olacaq, bəli, Kanadada ayın 31-dədir konsertimiz. Ondan sonra tədbirlərimiz çoxdur, amma sırf əsas, yəni biz proyekt konsertdir, düzdür Röya xanım? Bu Antalya'dan Vəfa falan. Zahidqızı da buradadır. Mənim canım ürəyim Vəfa xanım, xanımlar xanımı, dəyərli xanım. Vəfoşum, Torontodayam, Kanadadayam. O qədər mahnılarınızı sevə-sevə dinləmişik. Geri dönsən yazıblar. Salam Nazihan xanım, biz yerliyik Lənkərandan. Can. Çox səviyyəsiz yazanlar var. Çox səviyyəsiz. Pərviz qardaş. Xeyr. Antalya'dan salam, aleyküm salam. Onu Burada- Orxanın toyunu görəsən inşallah Allah toyun görsün. Anasına Aysun yazıb, bu da anasına qəşəng mesaj yazıb mamasına. Görürəm amma heyif ki heç nə eləyə bilmirəm. Hə, nə gözəl arzu eləyirsən mamava. Çox səviyyəsiz insanlar var, çox. Boş, ancaq bizimkilərdən çıxar belə şeylər. Boş ver. Vallahi. Mənə elə şeylər təsir eləmir, ayrıyam. Onlar olmasa bizim uğurlarımız olmaz. Nazihan xanım, onun cavabını verdilər özləri, sağ olsun izləyicilər. Aymur yazdı, Aysun. Ay can, səviyyəsi oxuyuram, bu bir söz oxuyamıram, Aynur xanım. Mənim ürəyim Aymur xanım, var olun. Allah sizə can sağlığı versin. Siz özünüz bütün hər şeyi görürsünüz. Alex buradadır. Alex'im, öpürəm səni, ürəyim. Çöldə dostlar günəş yandırır, tökür, bilirsiniz. Mən ona görə girdim içəri. Birazdan orada kölgəsini çıxacağım. Can. Bir zümzümə edin deyirlər. Bilməm artıq. Zümzümə edə bilərsiniz ya yox. Niyə etmirəm, edərəm. Qoy gəlsin, hələ gəlməyib. Nazihan xanım, nə oldu? Çox üzr istəyirəm, sözü kesin. Nə oldu o mahnının axırı, illər mahnısı? Tapa bilmirəm onu. Pərviz dedi ki, kimsə oxuyub o gün onu illər mahnısını, yalvarmışam ki, tez elə onu denəm, Cabbar müəllimə atsınlar, o oxusun, atsın. Bu seyfələr olmaya da. Salam Nazihan xanım, necəsiniz? Allahdan sizə uzun ömür, can sağlığı, uzun ömür arzulayıram. Amin inşallah, amin. Can. Var olun. Sizi çox sevirəm, var olun. Allah da sizi istəsin, ayrıyım.
Sizi çok sevirik. Salam oğlum ailəsiyle. Pərvizi bir deyim. Nazdan bir harda qalır. Hə, bax görsən bu belə məsuliyyətsizlik eləyir də. Eşkin bəy, ya atmayın, çox sağ olun. Siz özünüz burada hədiyyəsiniz. Hədiyyələri boş verin, ay ürəyim. Salam. Buradan ben. Alex, qoşmaq istərdim. Buradan baxın, görüm qoşa bilirəm. Çox adamları qoşa bilmirəm, mən. Mən nə üçün qoşa bilmirəm? Orada kömək eləyən yoxdur. Göstərək. Bəs bir saatdır denən gözləyirəm. Salam olsun. Allah sizi də qorusun. Saxibə Əliyevə Elçin bəy. Elçin bəy, hə, oxudunuz. Ləman mamasına yazıb. Bu da Ləman deyil. Mamasına yazıb. Bu səhifələr hamısı gedəcək, narahat olmayın. Elə gözəl sizi tapacağam. Elə gözəl sizi tapacağam. Sonra deməyin ki, uşaqların əlində idi telefon. Nazəxim, inşallah moderatorluq verilsə mənə, onları özüm də çəkərəm, qoymaram. İndi Pərvizə deyim, qoy elə. Denən bir dənə Şəhraman moderatorluq versin. Çox səviyyəsiz yazırlar, adam əsəb keçirir. Hə, onlar bilirsən kimdir də, onlar Bilirəm. Onlar da elə ona görə yandırılır da, çəkə bilmirlər. onlar olmasa bizim uğurlarımız olmaz, ürəyim. Onlar bizə güc verirlər. Rəmzi gözəl bir söz deyir. Deyir, nə deyir Rəmzi Rəyxan? Motivasiya verir bizə, deyir, elələri. Hələ mənim TikTok səhifəmdə mənə mesaj bölməsində görün nə qədər yazırlar. Sənə görə. Yox, sizlə əlaqədar mənə yazın. Pərviz bəy. Nə yazılır? Sizin səhifənizin saxta fake-nə mənə yazırlar, saxta səhifə. Sizin adınızda. Onların hamısını səhifələrini verirsən, fake də olsa, onların artıq narahat olma, elə gözəl onları tapırlar 2 dəqiqənin içində tapdır. Hə, Talehin əlinə verəcəm. Rəmbirin sizdə mənə. Artıq 6 nəfəri vermişəm polis orqanlarındadır. Yalvarır valideynləri, özlərini öldürürlər ki, uşaqdır. Biri deyir qonşu uşağın əlinə keçirib telefon. Burada belə şirə dönürlər bu klaviatura arxasında. Onlar üzbəüz gələndə o sözü boyunlarına götürmürlər mənim əzizlərim. Özlərini öldürürlər. Nə danışırsınız? Biz sizi çox sevirik. Biz Paxıllıqdandır. biri deyir qardaşım uşağının əlində olub, biri deyir qonşumda olub, biri deyir padruqam eləyib, biri deyir nə bilim akkantumu uğurlayıblar. Bilirsiniz nə qədər bəhanələr eləyirlər. Adama deyərlər ki, belə normal insansan, öz səhifənlə yaz, cavabını da al. Bəli, bəli. O ürək yox. Sizi çox sevirik. Nur Çaki yazır. Axşamınız xeyir. Salam yazıb Bakılı oğlan. Çox sağ olun. Bu Pərviz gəlmədi, görürsən. Pərviz bəy gəldi, getdi amma. Gəldi, tez də çıxdı. Toydadır yəqin. Bugün yeganənin ad günüsüdür. Haradır bura? Bura dostlar, Toronto'dur, Kanadadır. Allah da sizi sevsin, var olun. Allah sizə can sağlığı versin. Allah sizə də can sağlığı versin. Şamaxı ev yazır, User yazır. Maşallah adam çoxdur, tez-tez yazırsınız, mən oxuya bilmirəm. Nazən xanım, xoş gördük, xoş gördük. Tamxal bəy, Nazən xanım xətrinə dəyən qarşısında bizi görür. Can. Ora köçümsüz, xeyr. Röya xanım Rəmzi bəyə salam deyin. Bilmədim amma kim idi yazmışdı, baş üstə. Rəmzi bəy işlədim. Nazən xanım yazıblar ki, şir həmişə şirdir. Mənim qardaşım. Fədalı da deyil. Tovuzdan sizə salamlar Nazən xanım. Geri dönsən, geri dönsən. Pərviz gəldi, şükür. Pərviz gəldi. Pərviz şeydir də, ulduzdur. Ən sonunda gəlir də Pərviz. Şəhram, Pərvizi plasit elədim, baxın mən. Pərviz bəy qoşulmuşdu. Milaşka buradadır Nazən xanım, salam yazır. Milaşqam, nə qurban, nə tərsən ömrüm? Qoş da deyir, Pərviz deyir. Pərviz, qoşuram mən balam, mən. Yox, qoşulmuşdu Pərviz bəy. Nə tar çıxdı bilmirəm də. Adı üstündə Pərvizdir də.
3-4 dəfə ilan qabığı kimi qabıq verir bu uşaq. Buqar yazıb qoşa. Buqar hansı buqarsan? Bizim Qarabağlısan, yaz görmürəm. Yox, o deyil deyəsən, ona oxşamır. Pərviz yoxdur, yenə yoxa çıxdı. Tamam, Ləşqa yaxşıyam, sən nə təşkil? Saçınızdan nə olub? Saçınızdan nə olub? Heç nə. Gül kimi Nə saçdı. olub ki saçıma? Saçıma nə olub ki? Heç nə olmayıb. Bu da mənim saçlarım. Ay Allah, hər şeyə bir dənə zurna qoşurlar ey. Allah haqqı. Yığırsan bir var, tökürsən bir var. Açıram deyirlər şişir evdən getdi. Yığıram deyirlər niyə yığmısan öz saçında. Valla bilmirəm nə cavab verim, neyini. Bax öz saçımda, öz saçım baxın. Bax dartıram. Bax dartıram. Ən yaxşısı bəli, piyanist paxıllıqdan, bəli, elə paxıllıqdan yazırlar. Çox doğru dediniz. Özü söz tapanmırlar. Nazar xanım, sual veriblər ki, yeni mahnınız olacaq. Həmişə mənim yeni mahnılarım olur, bilirsiniz. Mənim xahiş edirəm YouTube kanalıma girin, abunə olun. Orada görəcəksiniz. Fikir verməyin. Baş üstə mənim ürəyim. Baş üstə. Fikir vermir onsuz da. Nazar xanım bizim bir dənəmizdir. Nazar xanım heç kim heç nə deyil. O kuş yazıb saçımı düzelt də nə gündəsən. Mənim o kuş. Mama sənə qurban, sən də buradasan. Başına dönüm. Düzəltdim ha Tomoynu. O kuş da bir dənədir. Allah sizə xoş günlərini göstərsin inşallah. Anam, elə darıxıram onun üçün şeydən. Elə darıxıram. Hə. 15 evladınız. Salam, axşamınız xeyirli. Orada saat neçədir ata? Yadımdan çıxdı. Burada hal-hazırda saat 23:08. Amma burada 15:08. 4'e işləyib. Ürəyimiz bizim. Can. Nazan xanım, sizin mahnılar profilmə salmışam. İcazə verin paylaşım edim. Xahiş edirəm. Arif Mustafayev müğənni yazıb. Sizin mahnıları profilmə salmışam. Pərviz baxır, siz Pərvizlə danışın. Bax görürsüz çoxunuz belə eləyirsiniz. Oxuyursuz, oxuyandan sonra deyirsiniz icazə ver. Mən icazə vermədən oxumusan. Sən mənə öncədən icazə istəyəndə mən özüm də paylaşıram onu. Amma samimazlıq eləyib oxuyursunuz. İndi burada da görmüsünüz, yazırsınız. Yoxsa heç yazmayacaqdınız da, oxuyacaqdınız da. Oxuyun, amma YouTube-a qoya bilməyəcəksiniz də. O məndən asılı deyil, elə proqram var, özü vuracaq onu. Allah sizə xeyir versin, amma elə şeylər eləməyin. Mən heç vaxt kimdənsə icazəsiz kiminsə mahnısını heç vaxt oxumaram. Mən onsuz da sizə xeyir dua verəcəm. Hətta özüm paylaşım eləyəcəm, özüm sizə xeyir dua verəcəm. Öz səhifəmdə də paylaşacağam. Amma hörmətsizlik eləyəndə yaxşı deyil. Nazan xanım yazıb ki, saymamazlıq deyil, əlim çatmır sizə. Pərviz bəyə... Niyə çatmır? Mənim necə bu qədər insanlar necə mənə çatır əli? Mənim prodüserumun nömrəsi var, yığa bilərsiniz. Bizim əlaqə nömrəmiz var, yığa bilərsiniz. Yazdığınız studiyadan, onlardan öyrənib yığa bilərsiniz. Yəni, sizin mahnınızı bir dənə qəlibimi, yıxma gülümü, bir dənə qız oxuydu Nazan xanım, amma köhnə versiyada da, minus, elə bir səsinizi çıxardıb minusda oxuyub köhnə minusda. Bərbad gününü oxuyub. Amma YouTube-a qoya bilmirlər. Canım, adını oxuyan bilmirəm, Kitay dilidir, nə dilidir bilmirəm. Onu bayaqdan yazır, mən də oxuya bilmirəm. Mən də oxuya bilmirəm. Bizim Röya xanımın işi var, onu aradan gətirib bir dəqiqəyə perivod eləsin mənə. Bir dəqiqəyə perivod eləyim. Hamıya salamlar, Qubadan bir ana yazıb. Kim yazıb? Məlahət xanım yazıb ki, salam oğlum orada yaşayır, hamıya salamlar Qubadan. Can, aleyküm salam. Can, xəyaləmdir mənim bu. Ay xəyaləm, sən nə üçün Kitay dilində gəlir ay ömrüm yazıları? Bu mənim xəyaləm, mənim canım, ürəyimdir bu xəyaləm.
Sahib bəyin həyat yoldaşı, bizim ailə dostlarımızdır. Bunlar İsraildə yaşayırlar. Çox gözəl ailədirlər. Çox yaxın məsafədən o qədər çox istədim bu ailəni, o qədər çox bağlanmışam bu ailəyə. Allah sizi qorusun. Xeyirli xanım, mənə yazın görüm arıqlamısınız. Mənim iynəmi alın. İsrail hərfləridir. Hə? Xeyirli xanım yazır İsrail hərfləridir. Aygün Qasımov yazıb, bilmirəm bu kişidir, arvaddır, nədir? Aygün adlı Qasımov kişi adıdır. Ağzına gələn yazıda. Əvvəl qəşəng idi. İndi sənin gözlərin xarab olub, həkimə get, mən neynim, gözün qəşəng görmür. Problemi səndədir, məndə deyil. İnsanın gözləri gözəl görməlidir ki, gözəl də görsün. Geri dönsən, onu oxumuşam. Yaşlarıma düşəndən sən, geri dönsən. Hə. Devam edelim. Burada bir Məhrəmov var, ona bir təşəkkür edeyim. Maddi. O qədər tez gedir, tapa bilmirəm. Çox Axşam- tez gedir. Yasemen yazıb, axşamınız gözəl sözlər yazıb. Çox sağ olun, var olun. Agil nə Həbiyevə nə ürəyim. Allah sizi var eləsin. Çox sağ olun. Azərbaycan evində, Büləndə deyir, oxşayırsan. Nə gözəl. Nə gözəl. Bülənddə nə qədər ağrı, acı, dərd var, o bilirsiniz də ikili həyat yaşayır da o yazır. Hala, bütün nə qədər əzizlərim var, getsin onun dərdisin ürəyizə. Bülənd boyda daş düşsün başınıza. Sizə aid deyil ha, dostlar, onu yazana aid. Aldığın cavabı, rahatladın. Rahatladı, çıxdı. Burada biri yazmışdı, Azərbaycan evindən nəsə yazmışdı. Mən ötürdüm onu, papiri də oxumuşam. Şəmkirdən salamlar yazıb Qəmzəli. Və sonra sınıflarımızda hər yerdə yer var. Bəli. Nəzən xanım, bir şey yazıb onu oxuya bilmirəm. Can, Bütün mahnıları gözəldir. Şahin Zeynallı yazıb. Bəli. Doğrudan da. basılar eləsin. Xaçmazdan salamlar, Ağdamdan salamlar. Aleyküm salam. Tez-tez canlaşmamın səbəbi elə bekarçılıqdan deyil, sadəcə olaraq təbliğatını eləyirəm konsertimi. Bu da mənim doğal haqqımda, Rüyaxam. Bugün 2 dəfə açmışam. Və konsertimdir, konsertimlə bağlı bilirəm ki, burada Azərbaycanlılarımız çoxdur. Onlara demək istəyirəm ki, mayın 31-i konsertimdir, bilirsiniz artıq. Bilməyənlər də canlı açmışdım. Dünənki canlıdan da neçə adamlar gediblər, bilməmişdilər. Mənim səhifəmə girəndən sonra bildilər, getdilər, bilet aldılar. Bura böyük ölkə. Çox böyük ölkədir bura. Çox. Səslərdən salınmaq üçün ən azı 3 ay. Hə. 3 ay. Çünki Şəhram biz çox gecikdik. 28 günün içində olunub bu. Amma konsert hər zaman 3 ay, 4 ay öncədən məlumatlandırılır insanlar və biletlər də 3 ay öncədən satılır. Amma bu az göstərici ilə çox böyük uğurlar əldə eləmişik. Hər zaman uğurlar sizinlə olsun Nazan xanım. Sizi hər zaman başarılarla yüksəlin inşallah. Sizə bol-bol uğurlar arzulayırıq. Səsinizdə ayrı mənim bir Çox sağ olun. Siz çox insanın sevimlisisiz. Mən Allah qoysa dostlar, ayın 31-də ürəyim bizim vaxtla saat oralarda neçədə olacaq? Sən bizim vaxtla 7-də başlayacaq buranın vaxtı ilə. Orada 3 olur ki. Gecə 3 olacaq. Kimdir baxa bilməyəcəklər. Niyə biz Niyagaraya gedəndə gecə 3-də açmışdıq da onların saatı ilə 3 idi. Hamı oyaq idi. Konserti Allah qoysa canlı mənim telefonumdan izləyəcəklər. Uşaqlara deyərik açarlar. Turan. Yazmışlar elə ki canlı konsertdən canlı açarsınız. İnşallah Açacağım. izləyəcəm. Mənim gözüm üstə açacağım. İnşallah sevə-sevə mən də izləyəcəm. Yəni mən də onu gözləyirəm. İnşallah. Bizim Hüseyin Məmmədov var. Çox dəyərli müğənnidir. Savadlı müğənnidir Rüyaxam. O Amerikada yaşayır. Yazıb Naza, mən necə istərdim gəlim ora. Mən necə istərdim deyir, amma deyir gələ bilmirəm.
Konsert inşallah 31 Mayda Kanada'da olacaq. Necə? Konsert hardadır yazırlar? Konsert deyirlər hardadır? Kanada'da, Toronto'da dostlar. Ürəyim adresi deyə bilərəm. Adresi deyə bilərəm. Elbette diyebilirsiniz. Adresi harda? Yadımda kalmaz. Yadımda. Gerek gerek bak. Hə, gərək baxaq. Məndə şeydə dostlar, səhifəmdə, Instagram səhifəmdə orada sayt var. Girirsən oraya, orada var. Baku Production yazıb. Reklamını onlar eləyir. Nazar xanım tez-tez story'da paylaşır. Girin baxın dostlar. Hə. Bax, indi durursan, mən balam. Tamam, akşamınız xeyirli olsun. Orada elə bilirlər axşamdır. Akşam deyil, burada günortadır, 15-16'dır. Bunu diyeceğim. Bir dənə, orada şey düşmürük, kölgə düşmürük, gedim oturum. Gün nətər düşüb. Sesi güya güneş. Akşamınız xeyirli olsun yazıb Usir. İlkin yazıb salam, necəsiz? Can, yaxşıyam. Gəncədən salam Gəncədən aleyküm. salam. Suala bax. Efirlərdə yoxsuz. Nazan xanım salam, necəsiz? Çoxdan da efirlərdə yoxsuz. Adil bəy, çox sağ olun, var olun. Efirlərdə? Valla ne üçün mən bura gəlməmişdən öncə çıxmışdım, yeni çıxmışdım. Beni izləməyiblər yeri. Salam. Pərviz gəlmədi. Hə, Pərviz bəy gəldi, getdi bir anlıq sonra gəlmədi. Yəqin işi var. Burada yaşadı. Nazan xanım, Özgə adlı biri yazıb Nazım. Marham. Marham. Toronto'da Marham. Toronto'da Marham'dayım. Dostlar, konsert Toronto'da Marham'dadır. Konsert. Restoran değil, konsert zalıdır. Şimdi onlar hamısı burada. Hollandiyadan salamlar. Aleyküm selam. Valla dünyanın her yerinde olan Azərbaycanlılar yazırlar. İnanırsınız. Belə mən buradayım deyə çox insanların qarşısına çıxır Rəyxan. Başqa dövlətlərdə olan, mən misal üçün Azərbaycanda olanda belə çox, yəni insanların qarşısına çıxmır da. Mən o qədər spam atırlar Instagram səhifəmə. Çıxmırlar. Hər insanın önünə çıxmır. Amma burada bütün dövlətlərin önünə çıxır. Herkese. Çox qəribə bir şeydir. Hardan Oğuzdan düşdün salam. sən yadıma bu gecə? Hardan istəyən? Bu ecə. Can. Gəncədən salam, çox sevdiyim müğənni. Can, çox sağ olun. Allah sizi var eləsin. Allah'ım yarabbim, heyf ki bu bəzi yazılanları engelləyə bilmirəm. Nazan xanım oxuyun bir ağaz. Kimdir ürəyim? Murat'dır. Değil Azər xanım canlıda. Olsa mən TikTok'a girim. Hə, girsin. Amma mən şey verin, nə olar? Hə, buradadır, heç nə. Heç nə, heç nə. Sumqayıtdan salamlar. Rusiyadan salamlar, Abbasova yazır. Aleyküm salam. Mirzə bəy yazıb salam, ən çox istədiyimiz müğənni. Can, çox sağ olun. Dostlar, mən bilmirəm effekt nədir? Effekti qoyurlar, elə bilirsiniz dünya gözəllidirlər də. Mən onları bilmirəm. Bildiyim müğənni bildim. Pərviz bəy necə tapım yazıb. Arif Mustafayev, Pərviz bəyin Instagram səhifəsi var. Buradan ulaşa bilərsiniz.
Astaradan salam Bayaq- bacı. 2000'ə yaxın adam var idi. İndi 700 neçə nəfər oldu? 2700 hə. 2700 adam var idi bayaq. 2000. 2700 adam var idi bayaq. Hə. Bayaq bir 2700 adam var idi. Baxın. Hə. Amma şeyi qoyanda, Ürəyim, adboy verdim bayaq. Bağlayanda 33 mində pəncərənin akoşkasından baxanlar idi. Onu da Hə, göstər. sili gəldi. Sankt Peterburgdan salamlar Nazilə xanım. Hə, pəncərənin akoşkası nə idi? Hə. Sulim, bizim gözəl Yox. Cam, Süleyxan, siz necəsiz? Bizim dəyərli blogerimiz, cəsarətli blogerimiz, hər zaman sözünü deyən, bizim ürəyimiz. Şəhram, sənə qurban Bəli. olaram. Sən çıx bir dənə Zəhranı axtar, girsin bura moderator kimi. Sənə də Pərvizə dənə moderatorluğu versin. Verə bilmirsiniz moderator. Tamam Ürəyim, Hə. tamam. O oldu. Öpürəm Mən başım sizi. çıxmır axı ürəyim. Hərçənd ki mənim adım hakerdir. Bilirsiniz, mən səhifələr açıram, hərçənd ki mən kimlərisə təhqir eləyirəm, amma mənim başım çıxmır axı, siz bilirsiniz Süleyxan. O deyir sizə mən canlını bağlayanda 33 min. Yox, o fletkada baxanlar deyil. Ümumiyyətlə yayına gəlib gedənlər. Doğrudan. Ümumi yayınımıza gəlirlər. beş dəqiqə orada Süperdir. Deyir ki, o baxanlar deyil, ümumiyyətlə gəlib girib baxıb gedənlərdir. Məsələn gəlir 10 dəqiqə gedir, o da sayılır axı. Ümumi 33 Ümumi. İndi baxıram. Necəsiz? Süleyxan, siz hardasınız? Mən Albaniyadayam, siz Kanadadasınız. Kanadadayam. Hava elə gözəldir, bir dəqiqə çölə çıxardım. Gün yandırır, buran günəşi nə qədər yandırır adamı və oxumaq olmur çölə çıxanda. Amma günəş deyən, bir dəqiqə izləyicilərim görsün buranın havasını. Bir də yazıb hava atırsan. Biri yazıb Kanada deyil, hava atırsan. Bəlkə mən başa salım, mənə mod verəsiniz. Mən modu bilmirəm də necə verirlər. Onu başa salarsın. Salım. Çünki bax burada 1-2 nəfər var, o bəzilərin tulaları. Mən onun adını çəkərəm, prosta sizin yayınınızda istəmirəm. Bəzi burada konçunlara demək istəyirəm ki, ay yazıqlar. Bilirik də, mən şəxsən bilirəm kimsiniz. Kimin köpəklərisiz, gəlirsiniz bura, ağzınıza gələni yazırsınız. Nazənin xanım illərin belə pis çıxmasın, hörmətli insanıdır. Sizin bu yazılarınızı zaten oxumuruq, düşünməyin, boş burada yazmayın. Ona görə də, ay Allah. Bax, məsələ bu da, yəni bax, ancaq mən bilmək, yox, конечно, boş verirəm, onları doğru qoymaq olmaz. Onlar özlərini önəmli sanıyırlar. Prosta, hara qədər də, hara qədər. Yəni, iyi, ha bunu görə. Hərə bir tərəfdə zəlil qalıb, zəlildilər. Boş ver, ay ürəyim, boş ver. Boş ver. Məni başa sal, mən modu necə verim ürəyim? Bax, məsələn, mənim adıma basırsınız, adıma. Buradan basın. Aha, elə basın Suliyə. Suliyə, aha. Yuxarıda sağda 3 dənə nöqtə. Həmin, yox, həmin o mənim adımı basandan sonra qıraqdan 3 dənə nöqtə var, Bir dəqiqə. Röyəxan. Suli deyir, burada 3 dənə nöqtə var yuxarıda. Mən görmürəm, burada qara işıqdır deyil. Bunu necə eləyək Suli xanıma mod verək? Mən bura göstərirəm, ürəyim. Buranı. Hə, yazın, yazın, hamınızı biçəcəm burada. Bax, Nazən xanımdan komment qoydum bura. Bax, bir qoydum, hə? Onun Bir üstünə dəqiqə, basın. ömrüm, bir dəqiqə. Röyəxan, mən buranı göstərirəm. Gəl bura başa salsın. Hə, dey ürəyim, nə eləyək? Bax, mənim adıma basın, Suli. Onun səsini al Fərdi. Hə, basın xanım. Buradan basaq, yoxsa? Adı prosta adıma basın. Nə çıxır? Mənim səhifəmə görə girmək istəyirsiniz, değil mi? Hə. Deyir orada yuxarıda 3 dənə. Nöqtə Aha, var. hə. Bəli. Ora girin. Girdik. Orada moderator ver yazılır. Ya moderatora al. Moderator sözünü tapırsın. Ne написано же? Niye Tamam. moderator?
Ayrım, o məndə aktiv deyil. Ne üçün? Ya da mən verə bilmirəm onu. Hə. Süleycan, onu təzədən burada yeniləmək lazımdır Nazən. Aa. Ölkə dəyişib. Ölkə dəyişmişəm deyə burada yeniləmək lazımdır ürəyim. Təzədən remove eləmək lazımdır ona görə. Başa düşdünüz ömrüm? Hə. Hə, ona görə. Təmziyə eləyərəm, gələndə eləyər. Hə, mütləq eləyəyik bunu bugün. Baxdım, başa düşdüm. Hə. Başa düşdünüz indi ürəyim? Yo, o canlıda olanda elə. Hə, çölü gördünüz, küçəni göstərdim sizə. Küçə deyəndə həyətimizi göstərdim. Yo, Nətər həyət? Seyran Yo. Can? Tamam, ondan deyir, siz səhv edirsiniz. Bax, indi bax bir dənə baxın, Seyran yazıb. Heç o Seyran'a verir, Seyran sizin tanışınızdır, Seyran. Hə, Şəhram. Seyran, baba Şəhrama da Seyran Sulu xanımla qoşulub. Bax, Seyramın üstünə basın. Şəhram buradan gələk. Öyle bir şey yok diye. Seyran, bir dənə tezgah Seyran. Nəsə ürək şey qoy. Tek adama bilmirəm səndən. Eləyəm, buradan alınmır. Bu küncələnmə olmalıdır. Amma mən buradan blok eləyə bilirəm də. Mən indi bu dəqiqə tapım o yazanların hamısı narahat olmayın. Sizi elə adamın əlinə verəcəm. O bir 6 nəfər var. Onlar yalvarırlar mənə ki, ərzəzi geri götürün. Siz nə eləməsiniz? Mən mod vermək istəyirəm. Kiməsə? Moderatorluq vermək istəyirəm, bəli. Bu bayaqçı oğlan. Hə, onda yoxdur, yox. Bir dənə pərzi yığda ürəyim. Pərvizdə var. Pərvizdə var. Can, buradakılar da yazır, deyir əsəb oluruq, blok eləyin. Haqlı adamlar. Yadaki komentaryalar bağla da. Kalsın bunların içinde. Gəl oraya bunu. Mənim. Gəl ürəyim, komentaryaları necə bağlayıram? Bir dənə deyin Süleyxan. Ha, bak indi siz orada girin настройкада комментария. Kontrol reçi. Получение зрителей. Заблокированы аккаунты. Не. Без контента модераторы. Moderator burada var. Ha, gir moderatora. Girdim. Aha. Dabaviç var orada Dabaviç. Dabaviç. Niye ninahlısını? Bir dəqiqə. Ürəyim, mən burada sənin adını yazsam görüm. Ben moderator değilim, ben bakın. Bir dəqiqə ürəyim. Yox, eləyəmirəm. Eləyəmirəm. Boş verin. Bir tane orada böyle eləyim bak. Səhra çiçəyidir. Allah Taala səni səhraya həsrət qoysun. Hə, getdi o. Neyse. Yok, çata bir tane bakın. Bak. Dev şey buradadır. Bu şey buradadır. Zəlil. Sen Zəlil. Allah. Allah haqqı. Yok, boş Bilirim. verin. Bak bir dakika ben comment koydum. Ben bir tane tap yüreğe koymuşum bak. Yazdım. Gördün. Ayrıyam, sən bilirsən ki, mənim başım çıxmır da Süleyxan. Resmini deyin de. Can Süleyx, burada. Hə, yazdı. Ha, Hə. baktım yazdım. Bas yazın üstüne. Kıraktan 3 tane nöqteye gir. Aha, girdim. Ha, orada. Dabaviç moderatörü. Aha. Girmir də ürəyim. Moderatorun üstü. Bilirsən necədir? Baxırsan aktiv deyil o yer. Sen çok adama verirsin moderatör ona göre. Yo, çox adam da deyil. Sivo 2 nəfərdədir. Ha. Çox adam. Ancaq kimə vermisiniz də Azərbaycanda ondadır. Siz yenidən bura gələndə o aktivləşməlidir. Hə, demək, update olmalıdır. başa salır Mərvəyə xanım. Deyir Nazlı xanım, o siz onu Azərbaycanda vermişsiniz də. Bura gələndə yenidən aktivləşdirməlisiniz deyir. Süleycan. Update olur. Sen niye Təzədən Hə?
güncelləyərdiniz, o da çıxır. Başqa telefonunda var güncəlləmə. Eləmədiksə ürəyim, bilmirəm, mənim başım çıxmır ki, nə bilim. Hərçənd ki, adım Xakirdir. Ha, özlərim. Ürəyim. Ay. Rəqqam getdi, o bir dənə bunu keçirdim. Naciyə xanımı formusu bağlaya bilərsiniz. Nətər bağlayayım ürəyim? Aşağıda 3 nöqtə var. Ay, Girdim sağ ol. ora. Orada Nastroykaya girdim. Nastroykaya sonra nə var? Nastroyka kağıt. Sizdə rus dilindədir də. SMS-ə bilir. Hə. Заблокированный аккаунты. Mesaj. Chat ili kaktam. Akkauntı yoxdur axı burada mesajlar yoxdur ürək. Heç biri işləmir. Nastroyka kağıt ili nə bilim belə bir şey olmalıdır o. Niyə tutakov здесь? Rus dilində o nə deyir? Nədir? Deyir, Rüyəxəm gözəl bir sözdür. Deyir, niyə narahat olursunuz? Onlar da özlərin böyük bir zibil bilsələr. Boş verin, geçsin, qoy yazsınlar. Görün, siz də görün ki, nə qədər biz önəmli insanları, biz nə qədər sizdən öndəyik. Onu yazan insan xoşbəxt olmayan insanlardır, hər zaman deyirəm. Ay yüzüm. Abda kimsə gəldi moderator. Kimsə Sən də moderatorlar. gəldi, sən də gəl çıx da. Can və xoşum, Nazənin işlərin avan da olsun. Çox sağ ol, Vəfa Zahid qızı. Bizim dəyərli psixoloqumuz. Ay Zəhra, mənə verə bilirsən də sən mod. Mənə də qoşda modluğa. Zəhra verə bilirsən? Bir dənə mənim üstümə bas. Abda bitsin hamısı. İmkan verməsin. Mən yazmışdım Zəhraya. Şəhram yazdı, Can. Çox sağ ol, Şəhram. İndi gəlin, konçunlar. Mən səni sevirəm axı, Can. Allah da sizi sevsin, Aygül oğlan bəy. Necə keçirirsiniz səfər? Çox gözəl. Orada exo gəlir. Süleyxan. Sənin telefonundandır. Süleyxan, o qədər gözəl oldu dünən. Biz getdik Niagara şəlaləsinə. Azərbaycanlıların bir birliğini gördüm orada. Hamının əlində bayraqlar. Burada diasporanın təşkil etdiyi bir tədbir idi. 28 günü Azərbaycanımızın müstəqillik günüdür. O tədbirlə bağlı burada axırıncı gün bazar günlərində olmalıdır deyə bazar 3 gün ertələdilər də onu ertə keçirdilər, tez keçirdilər. İndi inşallah 28-də mən onu paylaşacağam Instagram səhifəmdə. Elə kövrəldim. Orada Azərbaycan bayrağına bükülmüş gənclərimiz var idi. Əllərində bayraqlar gənclərimiz var idi. Azərbaycan evi də oradaydı, hə? Rüyəxan. Azərbaycan evi, Baku Production çox var idi orada. Tədbirlərin rəhbərləri, təşkilatçılar çox idi, Azərbaycanlılar çox idi və şəlaləyə bürünmüş Azərbaycanın bayrağı. Onda kövrəldim, 3 dəqiqə dondum qaldım. Şəlalələrin üstündə elə bil o suların üstündə bayraqlarımızın rəngi idi. Çox gözəldir. Burada bəzilərində demək istəyirəm ki, kövrəlmək bilirsiniz nədir? Çünki burada bəzilərində ürək yoxdur, yəni kövrəlmək bilmirlər də, Nazir xan, bildiyinizdə kimlərdir? Yəni, sizlik deyil. O siz bilmirsiniz kövrəklər nə deməkdir. Çünki siz ölkənizi bir anda xərcləyə biləcək insanlarsınız. Başa düşürsünüz. Kolay. Ona görə Nazir xan onu demək istəyir. Yəni kövrəlmək. Bəli. Pushini qurban. Süleyxan, baxın, o bizim Ayxanımızın məktəblər üzrə burada çempionluğu birinci yerə çıxıb balamız. Ayxan balacadır da deyəsən, yox böyük oğlu. Yox, Ayxan böyücüdür. Baxın birinci yeri qazanıb. Halal olsun bizim balamıza. Bu da şamlardır, bilirəm, sevirsiniz belə şeyləri. Elə gözəl aramatlı şamlardır, çox gözəl, iyi. O qədər gözəl qoxu var evdə. Təbrik edirəm. Təşəkkür edirəm.
Zəhra burdadır, ürəyim. Şimonlayıram hamısını. Narahat olma. Her şeyle olur da. Hanım, bir söz var ya. Deyir ki, çakallar deyir, dans edir, şirlər oyanana kadar. Şimdi bu şirlərimiz geldi, kendi gel de yaz da, gel yaz da. Ay, gidin, hayatınızda yaşayın. Süleyman, Azərbaycanda 6 nəfəri tapmışıq. Onların valideynləri yalvarır bizə ki, ərzələrinizi geri götürün. Asla, asla. Mən götürmürəm. Biri bəhanə eləyir ki, mənim əlim dəyib. Biri deyir, mənim uşağım padruqası eləyib. Biri deyir, qonşunun uşağı eləyib. Biri deyir, akkantumu uğrayıblar, onlar yazıblar. Axı siz buna cəsarətiniz yoxdur. Siz bunu, Zəhra yazıb biçirəm hamısını. Bunu niyə eləyirsiniz? Ne üçün səhər polis qapılarında gəzirsiniz? Ne üçün səhər alçaldırsınız özünüzü, kimlərinizi qarşınızda? Nə qədər insanlara mənə zəng vurdurublar, nə qədər insanlara. Telefonumu bağlayıram, inanırsınız. Bura gələndən 3 dəfə yığıblar ki, Nazan xanım, nə deyirsiniz eləyək də. Yəni deyirəm, qanun nə deyir, onu da eləyir. Qanun nə göstərir? Can. Ay Nazan xanım, mən sizə bir söz deyim. Bak onu yazanlar var ha kitaplarında. Onlar kimin emri tabiçiliğinde bunu eləyib. O özü qorxur at çəkmədən boş-boş danışır. Danışmağa ne verir? Yani o at çəkib danışa bilməyəndən sonra onlar gəlib sizə mərdi-mərdanə boyun alarlar mı ki biz bunu bilə-bilə yazmışıq? Yox. Uşaqların boynunu atacaqlar. Səfi Kəmalı deyəcəklər. Bəli. Süleyman, mən bilirsiniz nə deyirəm? İnsan evladı əgər düzdürsə, düzlərdən niyə qorxsun ki? Məni məhkəməyə verər. Mən vaxt verim səni məhkəməyə. Əgər mən düzəmsə, mən məhkəmədə sübut eləyəcəm də düzgünlüyümü. Düzdür? Mən sübut eləyəcəm. Mən düzəmsə, mən niyə qorxuram ki? Və nədən qorxursan? Çünki şərdir, böhtandır və özü də gözəl bilir ki, insanlara yalan danışır. İnsanlar da uşaq deyil, amma tanıyır bir-birini. Bədbəxt insandırlar da. Deyir, mən həmişə deyirəm ki, xoşbəxt o insandır ki, bədbəxt olduğunu bilmir. Hə. Çox bədbəxt insan deyir. Can, yeni mahnı istəyir istən. Buradakı konsertim, Rəyxan, adın yadımdan çıxartdım. Sizdə? Marxan. Toronto'da Marxandadır. Yox, restoran deyil dostlar, konsert zalıdır. Burada nə qədər müğənnilər olubsa, hələ elə konsert zalında heç kimin konserti olmuyor, düzdür? Restoranda olub, bizim dəyərli xalq artistimiz, muğam ifaçısı, bizim Alim Qasımov da restoranda olublar, hə? İran Azərbaycan təşkil edib, o hansı zalda olub? O da zaldı ama O da zaldı. 730 nəfərlik değil. O da zalda, amma 730 nəfərlik zal deyil. Yəni müğənnilərimizin bəziləri gəlib restoranda olub. Mənim də restoranda olacaq konsertim. Amma bu böyük konsertdən sonra. Nazan xanım, deyirəm ki, heç bir şey, mən təsadüflərə inanmıram. Bugünlərin gün orta saçlarımı buranda sizin mahnılarınızı dinliyordum da. Deməli, hətta soruşdum, baxdım YouTube'da yazılmayıb. Bu, geri dönsən, sözlər Zemfir Əliş qızıdır da, hə? Və musiqi? Hikmət Aslanov. Hə, onu dinliyordum, dedim hala bu Zemfir Xanımdır dedi. Elə dinliyirdik, indi də sizə canlıdayam. Can, Allah sibar eyləsin Süleyxan. Mən sizi öpürəm, Allah sibar eyləsin. Bayaq 2700 adam var idi. İndi düşdü, oldu 756 nəfər. Mən canlı açmağımın səbəbi, boş-boşuna mən canlı açmıram, PK oynamıram, pul yığmıram, nəsə oyun oynamıram. Mən sadəcə olaraq yəqin ki, bu mənim necə deyərlər, Palojna Azərbaycanda nədir? Hə, bu mənim haqqımdır ki,
Mən öz sənətim barədə təbii ki, sizə məlumat verim. İzləyicilərim işimi təqdim edir. Bu da nədir? Mənim işimin mahiyyəti odur ki, Allah qoysa mayın 31-də Torontoda konsertim olacaq. Burada yaşayan Azərbaycanlılarımız dünən sıra gündən baxıblar, sağ olsunlar. Onlar da gediblər, biliblər buradayım. Çoxlarının xəbəri olmayıb. Çünki çox tez bir zamanda, Sulih xanım, çox tez bir zamanda biz bu sürətlə başladılar bu konserti eləməyə, düzdürmü? Hə, ona görə də maşallah da olsun, işlər çox yaxşı gedir. Uğurlu olsun, var olun, uğurlu yazanlar, uğurlar arzu eləyənlər. Allah sizə can sağlığı versin. Mən uğur arzulayıram. Çox uğurlu insansınız. Siz çox çörək verən xanımsınız. Bunu mən həmişə demişəm. Hər zaman sizi mən başqa cürə görmüşəm də. Yəni siz tam fərqli insansınız. Ona görə də mən sizə uğurlu, hey ki mən orada deyiləm, amma ürəyim oradadır. Çox sağ olun. Mən Çox gözəl keçəcək. Pərvizim yoxdur yanımda, amma Röya xanım yanımda, sağ olsun, təlimatlandırıb uşaqları, köməklik eləyirlər, necə lazımdır. Amma Pərvizin olmamağı mən çox yer eləyir də, yəni baxmayın, Pərviz mənim həm səs rejissorumdur, həm menecerimdir, həm prodüserimdir, həm görən gözümdür, həm vuran əlimdir. Əsas vuran əlimdir. Canım, çox sağ olun. Mən də sizi sevirəm. Allah sizi var eyləsin. Aygül Nəbiyə, var olun. Bax, bu kadar da moderatorlardan qorxub qaça biləcək qədər cəsarətsiz siz çıqanlı tabırsınız. Necə elə bil acı ilə təmizlədilər, xlorla yuduları çatır. Sulih xanım, indi şükürlər olsun ki, əvvəllər yazırdılar fake profilindən, elə bilirdilər tapılmayacaq. İndi çox ciddi tədbir görülür. Bunların ciddiyyətinə varmırlar. Amma mən səmimi deyirəm, çox ciddidir bu iş, çox ciddidir və narahat olmayın, tapırlar da. Mən şəxsən tapdırmışam, quzuya dönürlər və bilir. Baxın, deməli, artıq son 2 aydır ki, istər Instagram, istər TikTok belə bir qərar çıxardır. Heç kim fake kimliklə səhifə aça bilməyəcək. Deməli, ancaq şəxsiyyət vəsiqə ilə. Və məsələn, deyək ki, bunlara arxayın olmayın, deyək ki, məndən xahiş eləyiblər, mən bir dənə fake açmışam öz şəxsiyyətimə. Deyək ki, Alona'ya. O, məni tapıb gətirirlər. Mənə xilət eləmir onlara ki, mən deyim, oradakı mən deyiləm, mən kiməsə. Mən cəzasını çəkirəm. Yəni, bizim gözümüz aydın sən kiməsə xahişlə açmışsan. Sənin şəxsiyyətində məsuliyyət sənindir, çıxqa bura. Yəni, indi görək nə eləyəcəklər. İndi görək nə nanay eləyəcəklər. Yox, mən bu işdə hələ dünənlərdə 2-3 nəfəri buradan taq eləyib, saxlayıblar, sağ olsunlar mənim fanatlarım. 1-2 nəfər də artıq düşdük izinə. İndi onları da tapım, Allahın köməkliyi ilə bütün Azərbaycana tanıdacam, dünyaya tanıdacam. Qoyacam Instagramda onları yaxından tanıyanlar, onların ailələri, şəkillərinə qədər qoyacam. Siz eləyə bilirsiniz, mən eləyə bilmirəm. Pislik eləməyə bilirsiniz, bir dəqiqənin işidir. Bacarın eləməyin pislik. Eləyirsinizsə 2 qatını sizə yaşadacam onu. Çünki şir həmişə nə deyir, Sulih xanım? Şir deyir ki, məni öldür, məni yaralı buraxma. Yaralı buraxdınsa ki. Hə. Şir həmişə şirdir mənim qardeşim. Şiri yaralı buraxmaq olmaz. Adamın dədəsinin evini yandırır. Məni ya öldürməlisən, ya da yaralı buraxmaq olmaz. Burada keyf edirsən, yazdın bunu. Sən düşünmürsən ki, mən səni o cür buraxmaram, görməzdən gəlirəm. Bir zəhri onları atır, qəşəng yazır, göndərir. Mənə burada Ramu var burada. Ramunu da at, indi onu da tapacam.
O da geçen mamasına salam göndərəcəyik. Zəhra biçdi hamısını. Görsən necə tərtəmiz oldu. Həbə bilirsiniz, mən sizə bir söz deyim. Bu köhnə profillərdir, ha, bağlanacaq bunlar. Yavaş yavaş, ya şəxsiyyətin qoyacaq ora kimliyini, ya da bağlanacaqlar. Sülü xanım, nə verirlər? Hə, nə oldu ki? Onlar nə olur ki? Özlərini sakitləşdirirlər yəqin. Ola bilər. Onlar, onlar əslində mən şəxsən çox ağıllı xanımam. Mən həyatı boyu nifrət qusduğum insana girib nə bir yazmaram. Niyə? Çünki mən aciz görmürəm. Onlar onu bilirlər. Bilirlər ki, Zəif görsən. Onu zəif insanlar eləyir. Onu xoşbəxt olmayan insanlar eləyir. Onu normal insan niyə eləsin ürəyim? Həyatı düz olan adam, həyatda xoşbəxt olan adam heç vaxt onu eləməz. Heç bir vaxt. Ona nə zamanı olmaz, nə enerjisini xərcləməz. Hə, Rəxam? Yox, bu, bilirsiniz necə, Nazan xanım, əgər bir insanın işi, gücü və hər şey, işi, gücü olmayan insan da ola bilər, işsiz ola bilər, normaldır. Xoşbəxt insan var, ha. Xoşbəxt insanın kiməsə kin saxlamağa vaxtı olmur. Bədbəxt insan hər yerə çatır. Bədbəxt insanlar hər zaman kimisə xoşbəxtliyindən huzursuz olur. Düzdür. Bilirsiniz, harda rəqabət varsa, orada bu hadisələr necə Bu şirin dili və qurban olmaz. Bu həkimlərdə də var, müəllimlərdə də var, dövlət içində də, özəl sektorlarda da, qeyri-hökumət təşkilatlarında da, hər yerdə bu prosesdir. İçini qurban. Zəifdirlər onlar. Can, başına eşidirsiniz. Sağlam olanda daha gözəldir, sağlam olanda. Amma onu çirkin vəziyyətə gətirəndə artıq onların öz zəifliyi. Gülərəm ay. Ona görə də siz Rəxamın təhlilini görürsünüz. Necə sakit, necə təmkinli, çünki savadlı xanımdır. Çünki elitar xanımdır. Çünki həyat təcrübəsi var. Çünki ailə tərbiyəsi görüb. Çünki özünə, şəxsiyyətinə, ailəsinə hörmət qoyan xanımdır. Yox canım, Bu danışıq. yox, burada yazmışsınız ki, daha orada yaşayacaqsınız, yox. Nazən xanımın ailəsi da, Nazənin xanım, yəni səhv salmayaq da, o bəziləri var. Ay yox, mənim heç yerdə qoxularım var, yox. Nazən xanımın böyük köklü ailəsi var. Burası konsertə gedib, gəzməyə gedib, yəni Mən Bakısız qala bilməm. rahat gəlib gedə bilirsiniz də siz. Yəni girirsiniz, çıxırsınız Bakıya, rahat. Problem yaşamış. O bəhanəli olan insanlar deyil. Məsələn, mən bir yerdə istənilməsəm, bəhanəmi elə gətirərəm ki, amma orada nə var ki? Yox, sən istəmirlər orada. Ona görə burada nə var ki? Can. O sizin bir dənə gözəl sözünüz var, o TikTok'a trendə düşür. Nazihan xanım yadınıza gəldi, bir verişdə demişdi, Güldanı zibil qabıdan gətirib stolun üstünə qoymaq məsələsi. Demək, günah deyirəm məndədir ki, Bəli. zibilliyə atdığım gülləri götürüb gətirib vazının içinə qoyub evdə qoymuşam. Güldana qoyuram. Ümid eləmirsən ki, bəlkə açar. Bəli, o güldandan götürüb atdığın zibilləri heç vaxt evə gətirmək lazım deyil. Yenidən onu evə qoymaq olmaz. Onu atdınsa atmalısan, qapını da bağlamalısan. Vəssalam. Bəli. Konsertin vaxtını deyirlər, niyə demirsən? Konsertin vaxtını deyir, mayın 31-də Torontoda. Remadı bizə də yadıma Marxamda, Marxam. Belə şey yox deyə konsert zalım bilmirəm. Belə şey yox. Yaxşı Röya xanım var orada. Röya xanım gördünüz nə gözəl açıqlama verdi. Nazihan xanım, bu hər sahədə var. Bu hər məsləkdə var, hə? Hə. Yəni bu deyil, rəqabət olan yerdə belə şeylər olmalıdır. Sağlam rəqabət eləməlidirlər də. Sadəcə olaraq da sağlam rəqabət apara bilmirlər. Nazənin xanım. Təhlilini verdi, getdi. Nazənin xanım. Baxın, mən sizə bir söz deyim. Onu 100% Röya xanım bilir, 100%. Alla Pugaçovanın
Və siz də müğənnisiniz, siz də Azərbaycanın sənətkarısınız da. Sizin bir işiniz var və siz işinizə balavuz kimi baxırsınız da. 20 az deyil, Pərviz değil mi? Amma Alla Pugaçova deyirəndə, eşidirsiniz də məni? Alla Pugaçova deyir ki, mənim bir dənə işçim var ki, o işçi heç kimdə yoxdur. Ona sual verilə kimdir? Deyir, o hər gün şəhərə çıxıb mənim haqqımda danışılanları dinləyir. Bir gün mənim o işçim gəlib mənə deyəndə ki, bugün Allah Borisova sizin haqqınızda heç kim heç nə danışmayıb. Deməli mən ölmüşəm. Deməli mən eləməliyəm ki, məndən danışılsın. Yəni siz varsınız ki, sizdən danışmalıdırlar. Siz o gün sizdən danışmasa kimlərsə, bilin ki siz deməli yoxsunuz. Sizin varlığınız da olmaz. Əlbəttə, əlbəttə. Onlar elə eləyirlər ki, adamın əli ayağı soysun, rəqabət olmasın, yaxşı sağlam rəqabət olmasın, insanın uğurları olmasın. Yəni bunlar hamısı şərtdir də. Amma mən axı sizdə onlar olmasa onlar sizdə nə işi var? Siz elə uğurlusunuz, varsınız çıxıcıqdır da. Ha, bir də Süleyxan, uğurlu insan olmaq başqa şeydir. Allahın açdığı qapını heç bir bəndə bağlaya bilməz. O qeyri-mümkündür. Heç bir bəndə bağladığı qapını da aça bilməz. Bunlara çatmır bu. Çatmır. Bilirsən niyə görə Nagihan xanım? Bax, o sizin dediyiniz var ya Güldan məsələsi. Onun bir dənə də fərqli forması var da. Deyir, qurbağanı götürürsən, gətirirsən evində ən gözəl bir şeyə qoyursan, bataqlığı görən kimi qaçıb gedir o bataqlığı. Çünki onun yeri oradır. Yox, elə deyil o. Elə deyil o Süleyxan. İti bəzəyirlər, iti. Bəzəyirlər, gətirirlər, qoyulub bəzəyirlər xonçanın yanına. Deyirlər, sən yerin budur. Çimizdirirlər, eləyirlər, qəşən əyin baş geyindirirlər ona, belə normal. Tərtəmiz eləyirlər, qoyurlar. Səhər dururlar, görürlər, ipini də qırıb, qaçıb gedib zibillikdədir. Qaçırlar, deyirlər ona, sən gül kimi yer açmışıq, sən gül kimi təmizləmişik, sənə gözəl şərait qurmuşuq deyib, mənim yerim buradır. Yox, o bilirsiniz, o vaxt deyilirdi. Amma heyvanlar, it o qədər vəfalı heyvandır ki, onu əslində səhv eləmişdi. O heyvanları sevməyənlər elə tartmışdı, o elə deyil. İtə bir tikə çörək verirsən, səni evə qədər yola salır, qoruyur. Amma qurbağa balotanı görən kimi qaçır oraya. Çünki o yeri oradır, paltik, bataqlı. Mənim uşaq idim, Süleyxan, mənim bir qardaşım rəhmətə getmişdi. Allah ölənlərinizi rəhmət eləsin. Onun bir iti var idi. And olsun bizi yaradana. Mənim qardaşımın 7-sinə qədər o da öldü. O evin altından çıxmadı, uladı. 7 gün uladı, 7-ci gün onun meydini çıxartdılar oradan. O qədər vəfalıdır. Yəni, insanlar it qədər deyirlər bəziləri. İt qədər. Bəzi mən insanları tanıdıqca heyvanları o qədər çox sevirəm. Geçən dəfə mən dedim, mənə insan deyəndə mən elə birə mən təhqir edirsən. Mənə heyvan deyir. Çünki bəzi insanları biz gətirib lazımsız yerə qoyub onlardan o şeyləri görəndə deyirik, amansan, bunlara heyvan demək olmaz. Heyvan bunlardan şərəflidir. Bəli. Bəli. Neynəyək biz bula? Burada valla çıxıram çöləm. İnsanlar hamı bir-birinin üzünə gülür. Süleyxan, siz tez-tez olursunuz Avropada, bilirsiniz. İnsanlar hamı bir-birini görür, gülür. Liftə girirsə hamı salam verir. Liftdən çıxırsan hamı belə bir-birinə yol verir. Burada da elədir. Mağazaya girirsən, hamı xoş sifətlə. Mən hətta görün nə gördüm. Mən şok oldum, gəldim danışdım. Dedim, mənim əlim ağrı idi Frankfurtda. Yox, Frankfurtda yox. Hə, Frankfurtda. Nicatın sumkasını mən xəbəri olmadan arxadan kömək elədim, götürüm. Polis gəldi, aldı mənim əlimdən. O pilləkənləri ayaqla düşdükdə orada ekskalator yox idi. O özü düşürdü aşağı Süleyxan, təsəvvür eləyin. Və mənə inanmadılar ki, mən ilk dəfə idi gəlirdim deyə. Məni, təbii ki, bu olan şeydir. Yəni ilk dəfədir, nəyə gəlmişsiniz, kim dəvət eləyib, nəysə, indi araşdırdılar, sağ olsunlar, buraxdılar. Amma bir dənə, inandırım siz Süleyxan, bir dənə acı söz yox, bir dənə agresiya yox. Özləri açdılar mənim çamadanımı ki, bir görsünlər ki, mən doğruda deyirəm, konsertə gəlmişəm. Bir təhər başa salıram da. Şəkilimiz adı göstərirəm şeydən, Instagramdan afişamı göstərirəm. Yes, o, good, belə eləyir. Mən də,
Sonra dedilər, onlara baxaq sizin çamadanda nə var. Dedim, açan kimi ayaqqabılarımı, paltarlarımı, aksesuarlarımı görən kimi Allahın dostu. Elə belə tamam fikirləri dəyişdi. Götürdülər, elə gözəl necə açmışdılar, səliqə ilə. Özləri bağladı, özləri qattaladılar, o paltarları qoydular. Özləri getdilər, teleşka gətirdilər, qoydular onun üstünə. Mənə deyirlər, bunu ağır-ağır niyə aparırsın?